Salam, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizi Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin arxasında 3 sot torpaq sahəsində yeni tikilmiş, çox gözəl, 1 mərtəbəli, 4 otaqlı həyət evi çəkib təqdim edirəm. Qeyd edirəm ki, evimiz yerdən 2 metr yarım hündürlükdədir. Evin alt hissəsi göstərəcəm sizə. Belə yerdən olmağına baxmayın. Yəni orada şərait qurulub. İndi özünüz də yaxından baxarsınız. Həyətyan sahəsini görürsünüz. Böyle bir gözəl həyətyan sahəsi var. Kommunallar hamısı qaydasındadır. Evin və torpağın kupçası var. Dəyərli izləyicilər, qaz, su, işıq, kanalizasiya hamısı sistematik olaraq qoşulmuşdur. Həyətin işıqlandırılması, evin işıqlandırılması, gül ağac əkmək üçün yerlər, həyətində əlavə ayaq yolu hissəsi qoyulub. Yəni bunlar hamısı hesablanmışdır. Mən sizə belə bir görüntü verim. Baxın, belə bir görünəndə tam ətraflı görürsənіз. Həyətinə bir neçə avtomobil ard-arda daxil etmək mümkündür. Qapının ağzında da bir 2 maşın saxlamaq olar. Darvazanın çölündə 2 maşınlıq, 3 maşınlıq boş sahəsi var. İndi evin içi ilə otaqları ilə mən sizi yaxından tanış edeyim. Masazırda Yeni Bakı yaşayış kompleksinin arxasında yerləşir. 517 nömrəli marşruta yaxındır. Bakı Saray yoluna da yaxın ərazidədir. Bakı-Sumqayıt, Bakı-Saray yoluna da yaxın ərazidə yerləşir. Həyətyan sahəsini gördük. Evin alt hissəsini sizə göstərim. Baxın, belə bir hündür alt hissəsi var. Atmaları görürsünüz. Yaxın atılıb. 5-20'lik atmalar atılıb. Üstündən çornupol, üstündən laminat vurulub. Evin bir neçə hissəsi monolit betondur dəyərli izləyicilər. Bu gördüyünüz yer betondur. Mətbəxdir, koridordur, hamam, tualetdir. Bunlar hamısı monolitdir. Baxın. Buranın da qəşəng səliqəli, skalat kimi düzəldib. Artıq əşyalarımızı buraya yığa bilərsiniz. Evin kombi sistemi gördüyünüz kimi izolyasiya olunub dəyərli izləyicilər. Bütün izolyasiya olunub hamısı. Yəni yüksək səviyyədə iş görülüb. Kombi sistem buraya yığılıb. Kombisi burada olacaq inşallah. Yüksək səviyyədə betonla, monolitlə, kəmərlə. Yəni özünüzə ev tiksəz, siz də belə tikərsiniz ki, yəni bundan o tərəf olmaz da demək olar ki. Təmir də çox səliqəli təmir olunub. Evin içi də həddindən artıq səliqəlidir. İndi evin içinin otaqlarını sizə göstəreyim. Baxın dəyərli izləyicilər, çox zövqlə təmir olunub. Elə bir ki, bina evi təmiridir. Girişdə belə bir güzgü, şəbəkə güzgü yığılıb. Bura kollektor sistemidir. İstipolun kollektor sistemi oradadır. Burada sağ tərəfdə yerləşir bizim mətbəx hissəmiz. Mətbəxin pəncərəsi birbaşa öz həyətinə baxır. Bu qranit mərmər gördüyümüz yerlər hamısı istipolla təchiz olunub. Koridor genişdir, qəşəng səliqəli koridoru var. Burada evimizin qonaq otağıdır. Buradan ışıqlarını yandırın. Sağdığımıza qədər var. Baxın dəyərli izləyicilər. Çox səliqəli, çox rahat bir evdir. Adamı yormur. Genişlik öz yerində, səliqə səhman öz yerində. TV stend yığılıb. Deməli 3 yataq otağı və hamam otağından ibarətdir burada. Bir otağımız buradadır. Növbəti otağımız buradadır. Baxın, yataq dəstəsinin qırağına tumbuçkalar da yığılıb hazır. Bura evin sanitar qovşaq hissəsidir. Geniş sanitar qovşaq hissəsi var. Duş kabinesinə qədər qoyulmuşdur. Və bura evimizin sonuncu yataq otaq hissəsidir ki, burada da yataq dəstəsinin qırağına şkaf yığılıb, balaca şkaflar yığılıb. Bu evimiz satışa çıxıb 149.000 manata. 149.000 manata bu evə sahib ola bilərsiniz. Təbii ki, real müştərilərə qiymətdə normal endirim olunacaq. Paket kupçadır. Evin də torpağında kupçası var. O da kondisionerin yeridir. Həyətyan sahəsini göstərdim. Bakı-Sumqayıt yoluna, yəni 5 dəqiqəlik maşından məsafədir ki, yaxındır. Marşrut yoluna yaxın yerdə yerləşir. Yeni Bakının arxasındadır. Bakı-Sumqayıt yoluna da yaxın ərazidədir. Buyurun, ətrafında sözünüz, sualınız olsa əlaqə saxlayarsınız. Mən sizə cavab verərəm. Sağ olun.